Bağlayaq mikrofonları. Salam müəllimlər, bir daha hər vaxtınız xeyirli, uğurlu olsun. Bu gün kurikulumdan deməli ilk dərsimizdir. İlk dərsi izah edirəm. Time 2024 vəsait və test bankından işləyəcəyik. Hansı mövzuları öyrənəcəyik müəllimlər biz? Biz təbii ki, mikrofonları bağlayaq dəyərli müəllimlər. Deməli, dərsdə öyrənəcəyimiz məlumatlar hansılardır? Kurikulum nədir, onu öyrənəcəyik. Keyfiyyətli kurikulum göstəriciləri nədir? UNESCO-nun keyfiyyətli kurikulum üçün meyarları nədir və milli kurikulumun prinsiplərini öyrənəcəyik. Ümumiyyətlə gəlin görək müəllimlər, kurikulum nədir? Bilir ki, proqramdır. Yəni həmişə kurikulum olub, həmişə təhsil proqramı olub. Kurikulumun mənası nədir? Yəni tərcüməsi nədir? Latınca yol, istiqamət, kurs, elm, qaçış deməkdir. Rus dilində isə tədris planı, tədris proqramı, təlim kursu deməkdir. Kurikulum tərifi isə belədir. Təhsilin məzmunu, təşkili, qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Yəni kurikulum bizim keçdiyimiz proqram uşaqlara nəyə ki tədris edirik. Hər bir fənnin özünün məzmunu var. Azərbaycan dili fənninin məzmunu nədir? Oxuyub, oxu yazı bacarıqlarını öyrətmək, dil qaydalarını öyrətmək. Təşkili nədir? Yəni bu dərsi müəllim necə, hansı üsulla keçəcək, hansı iş forması ilə keçəcək və sonda da şagirdi necə qiymətləndirəcək, hansı qiymətləndirmə üsul və vasitələrindən istifadə edəcək, diaqnostik, formativ, summativ. Yəni bütün bu məsələləri özündə əks etdirən konseptual sənəd adlanır təhsil proqramı, yəni kurikulum. Təhsilin məzmununu izah etdim, təşkilini izah etdim, qiymətləndirməni izah etdim. Kurikulum ilk dəfə 1918-ci ildə ABŞ-da tətbiq olunub, Azərbaycanda isə 1990-cı illərin sonlarından etibarən deməli bu anlayışdan istifadə olunur. Ümumiyyətlə bu kurikulum sisteminə biz nə üçün keçdik? Çünki bizim ulu öndərimiz Heydər Əliyev 15 iyun 1999-cu ildə təhsil islahatı adında bir proqram imzalayıb. O proqrama əsasən deməli təhsil islahatı 3 mərhələdən ibarətdir. 99-2003-cü il öyrədici innovativ mərhələ. Yəni bu mərhələdə deməli bizim mütəxəssislər xarici ölkəyə gedib, həmin o üsulu öyrəniblər, sonra gəliblər Azərbaycana 2004-2007-ci ildə o öyrəndiklərini tətbiq etmək üçün hazırlıq işləri görüblər və sonda hazırlıq işləri tamamlanandan sonra 2008-ci ildə ilk dəfə kurikulum ilə birinci sinif şagirdlərinə dərslər keçirildi. Yəni tətbiq etmə mərhələsi oldu. Bu hissələr müəllimlər imtahana düşmür. Sadəcə indi biz kurikulum islahatından danışırıqsa, proqramdan danışırıqsa, bu az bir məlumat bizə bilməliyik. Bu haqqda məlumatımız olmalıdır. Kurikulum islahatını zəruri edən bir çox səbəblər var. Ümumiyyətlə biz nəyə görə dəyişməliyik? O proqramları nəyə görə dəyişməliyik? Təbii ki, münasibətlər dəyişir, iqtisadi tələblər dəyişir, inkişaf edirik, digər ölkələrə inteqrasiya edirik. 21-ci əsr sürətlə dəyişir. Əvvəlki təhsil proqramları müasir dövrün tələblərinə cavab vermir. Yəni bütün bu dəyişikliklərə nəzərə alaraq o dərsliklər də, o proqramlar da, mövzular da, üsullar da hamısı dəyişməlidir. Daha sonra keyfiyyətli kurikulumun göstəriciləri. Yəni biz nə zaman kurikuluma keyfiyyətli deyə bilərik müəllimlər? O zaman keyfiyyətli deyə bilərik ki, həmin bizim proqramlarda müasir dövrdə aktual olan mövzular olsun. Yəni həmin o mövzular müasir dövrdə aktual. Aktual nədir? Vacib. Yəni biz uşaqlara vacib olan proqramı deməli keçməliyik. Praktik olması odur ki, biz şagirdlərə nə dərs keçiririksə, onu biz tətbiq edə bilək. Dəyərli müəllimlər. Yəni elə ola bilsin ki, biz elə bir şey keçə bilərik ki, onu təcrübədə tətbiq edə bilməyək. Uşaqlar onu tətbiq edə bilməsin. Təbii ki, bu onda belə çıxır ki, həmin kurikulum keyfiyyətli deyil. Mütləq aktual olmalıdır, praktik olmalıdır, effektiv olmalıdır. Yəni keçirilən o mövzular, o təhsil proqramları təhsilimizə bir töhfə verməlidir, bir təsiri olmalıdır, bir səmərəli olmalıdır, nəticəsi olmalıdır. Yəni bunlar hamısı effektivlik deməkdir. Və davamlı olmalıdır. Yəni kurikulum o qədər keyfiyyətli olmalıdır ki, uzun müddət davam etsin. Əgər uzun müddət davam etmirsə, deməli bu keyfiyyətli kurikulum deyil. Deməli keyfiyyətli kurikulum göstəriciləri 4 dənə oldu. Aktuallıq, praktik olması, effektiv olması və davamlı. Davamlı o deməkdir ki, uzun müddətli olsun. Yəni bu təhsil proqramı ki hazırlandı, uzun müddət, uzun illər davam etsin.
UNESCO-nun da keyfiyyətli kurikulum üçün meyarları var. Yəni UNESCO bu meyarları qoyur ki, hə, bu kurikulum keyfiyyətli kurikulumdur. Məsəl üçün, kurikulumda məqsədlər aydın olmalıdır. Yəni bizim şagirdlərə keçdiyimiz o mövzuların məqsədləri aydın şəkildə olmalıdır. Təbii ki, günün tələblərinə cavab verməlidir. Baxın müəllimlər, indi rəqəmsal bacarıqlar keçirilir, STEM dərsləri keçirilir. Bunlar hamısı nədir? Bu günün tələbidir. Biz istəsək də, istəməsək də texnologiya əsridir və informasiya üzərimizə yağış kimi yağır. Ona görə bu günün tələblərinə bizim mövzularımız, dərsliklərimiz cavab verməlidir. Və biz şagirdlərə nə keçiriksə, yəni bu şagirdləri firavan gələcək qura bilməsi üçün bir yol olsun. Yəni şagirdlər bu proqramlardan faydalana bilsinlər. Ədalətli və inklüziv olmalıdır. Yəni proqramlar inklüziv nədir müəllimlər? Təhsilin hər kəs üçün əlçatan olması. Yəni biz məsəl üçün məktəbdə bilirsiniz ki, evdə təhsil təşkil edə bilərik. Evdə təhsil proqramları ayrıdır, düzdür? Çünki biz sağlam uşaqlara keçdiyimiz dərsi sağlamlıq imkanları məhdud uşaqlar üçün keçə bilmərik. Ona görə o proqramlar ədalətli və inklüziv olmalıdır. Təbii ki, şagird yönümlü olmalıdır və açıq və çevik olmalıdır. Çevik nədir? Yəni həmən biz o dəyişikliklərə adaptasiya olmalıyıq. Mövzular, kurikulum, yəni proqramlar ardıcıl olmalıdır, əlaqəli olmalıdır. Uşaq 1-ci sinifdə tutalım ki, məsəl üçün 10 dairəsində keçir, 2-ci sinifdə 100 dairəsində, 4-cü sinifdə artıq milyon dairəsində keçir. Bax görürsüz, o birdən birə milyon dairəsində keçə bilmək ardıcıl olaraq mövzular keçdikcə, əlaqəli şəkildə keçdikcə bu mövzular daha da şagirdlərə aydın olur. Deməli, kurikulum ardıcıl və əlaqəli olmalıdır. Milli kurikulum 2006-cı ildə qəbul olunub və onun hansı prinsipləri var? Yəni o təhsil proqramları hansı prinsiplər əsasında həyata keçirilir? Şagird yönümlü olmalıdır, şəxsiyyət yönümlü olmalıdır, nəticə yönümlü olmalıdır. Sonra inteqrativ olmalıdır, tələb yönümlü olmalıdır və qiymətləndirmə standartı. Bu 6 prinsip kurikulumun prinsipləri sayılır. Kurikulumun xüsusiyyətləri də deyilir. Yəni buna biz həm xüsusiyyətləri, həm də prinsipləri kimi adlandıra bilərik. Şagird yönümlülük, şəxsiyyət yönümlülük, nəticə yönümlülük, inteqrativlik, tələb yönümlülük və qiymətləndirmə standartı. Bunları indi ardıcıllıqla izah edək. Şagird yönümlülük odur ki, şagirdlərin burada maraqları, tələbatları, istedad və qabiliyyətləri nəzərə alsın. Məsəl üçün, məktəbinizdə riyaziyyatı yaxşı bilən şagird varsa, niyə biz onu Lütfizadə adına məntiq olimpiyadasına cəlb etməliyik, fən müsabiqəsinə cəlb etməliyik, fən olimpiyadalarına cəlb etməliyik. Yəni o şagirdin istedad və qabiliyyətini inkişaf etdirməliyik. Bu oldu şagird yönümlülük. Tək olimpiyada deyil. Məsələn, uşağın rəsm qabiliyyəti varsa, məsələn, rəsm dərnəyinə yazdıra bilərik. Şahmata marağı varsa, şahmat dərnəyinə yazdıra bilərik, əgər məktəbimizdə varsa. Və yaxud da təsvir incəsənət müəllimləri şagirdin rəsm qabiliyyəti varsa, yarışlar olur, şagirdləri o yarışlara aparmalıdır. Yəni bu istedad və qabiliyyəti müəllimlər inkişaf etdirməlidir. Bunu edə bilirsə, onda biz deyə bilərik ki, müəllim bu prinsipə əməl edir. Şəxsiyyət yönümlülüyü odur ki, yəni şagirdin ağlı, zəkası, onun psixomotor fəaliyyəti inkişaf etsin və şagird bizim öz dəyərlərimizə hörmət etdiyi kimi, bizim milli dəyərlərimizə hörmət etdiyi kimi dünyəvi dəyərlərə, yəni bəşəri dəyərlərə də, digər xalqların da adət-ənənələrinə hörmətlə yanaşmalıdır. Yəni şəxsiyyət kimi yetişməlidir. Tələb yönümlülük də odur ki, təbii ki, tələb yönümlülük nədir? Dövr dəyişir, zaman dəyişir, fərd və cəmiyyət fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyacları var, dəyişən tələbatları var. Bunlar nəzərə alınmalıdır. Əgər müəllim müasir üsullarla dərs keçə bilirsə, bax görürsüz, şagirdlər daha yaxşı öyrənə bilirlər, onların nəticələri də yaxşıdır. Yaxşı müəllimin şagirdlərinin nəticələri də yüksək olur və həmin müəllimi şagirdlər də çox istəyir. Çünki müəllim öz dərsini şagirdə mənimsədə bilir, o tələbatı ödəyə bilir. Bu oldu tələb yönümlülük. Nəticə yönümlülük odur ki, biz nəticəni
kurikulumda bilirsiniz də nəticələr, sonda əldə etdiyimiz nəticə nədir? Dərsin sonunda əldə edəcəyimiz. Biz onu əvvəlcədən bilirik. Yəni nəzərdə tutan təlim nailiyyətlərinin əvvəlcədən müəyyən edilməsidir. Müəllim əvvəlcədən onun nəticəni bilməlidir ki, mən şagirdi hara doğru aparıram? Dərsin sonunda şagird hansı nəticəyə nail olmalıdır? İnteqrativlik odur ki, təhsilin məzmunu bir-biri ilə və yaxud həyatla əlaqələndirilsin. Yəni biz öz fənnimizi digər fənlərlə inteqrasiya edirik. Məsəl üçün sizə desələr ki, siz dərsinizi keçmək üçün nə edirsiniz? Hansı üsullardan istifadə edirsiniz? Məsələn, mənim ixtisasım fizikadır. Mən görürəm ki, şagirdlərə o mövzunu həyatla əlaqələndirəndə, təcrübələrlə o dərsi keçəndə uşaqlara daha maraqlı olur, daha onlar maraqlanırlar, daha yaxşı öyrənirlər. Ümumiyyətlə peşəkar müəllim odur ki, öz dərsini, öz mövzusunu digər fənlərlə inteqrasiya edə bilsin. Yəni bu asan iş deyil. Müəllim tutalım ki, riyaziyyat müəllimidir, öz fənnini Azərbaycan dilinə inteqrasiya eləsin, əlaqələndirsin, idmanla əlaqələndirsin. Bu əlaqələndirmədə, yəni inteqrasiya metodik vəsaitlərdə çox yaxşı yazılıb müəllimə. Yəni orada bir inteqrasiyadan siz faydalansanız, metodik vəsaitdən daim istifadə etsəniz, çox faydalı olacaq və sertifikasiyaya hazırlaşan müəllimlər, metodik vəsaiti oxuyun müəllimlər. Çünki orada metodlarınız, yəni öz fənninizə uyğun. Məsələn, mən burada kurikulumu keçirəm də. İndi siz ixtisasdan da imtahan verəcəksiniz. Test mərhələsindən əlavə siz həm də müsahibə mərhələsində iştirak edəcəksiniz də. Müsahibəyə tam hazır olmaq üçün o metodik vəsaitdən mütləq istifadə edin. Orada dərsi necə təşkil edərsiniz, hansı üsullardan istifadə edərsiniz, bu dərsi necə təşkil edərsiniz. Yəni orada daha ətraflı yazılıb. Metodik vəsaitdən daim istifadə edin. Qiymətləndirmə standartda bilir ki, şagirdin nailiyyət səviyyəsi qoyulan dövlət tələbidir. Bu qiymətləndirmə standartı deməli müəllimlərin yox, yəni təhsil verənlər yox, təhsil verən müəllimlərin yox, yalnız şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Kurikulumların fərqi nədir? Yəni bir var şəxsiyyət yönümlü, bir də var fənn yönümlü kurikulum. Şəxsiyyət yönümlü kurikulum odur ki, orada bacarıq var, vərdiş var, yəni tək bilik yoxdur da, amma fənn yönümlüdə yalnız bilikdir. Əvvəlki vəsaitlər müəllimə xatırlayırsınızsa, orada daha çox nəzəriyyə idi. Amma indiki kitablara baxırsan, bilmirsən uşağa nə dərs keçəcək, ancaq şəkillərdir, linklərdir. Nəyə görə? Uşaq özü də araşdırsın, həm müəllim də özü araşdırsın. Məsələn, mən musiqi kitablarını çox bəyənirəm. Mahnılar linki basdı, uşaq kodla oxudu, QR kodla oxudu, rahat şəkildə o mahnını dinləyə bilir. Görün kitabları nə qədər deməli müasirləşdiriblər. Təbii ki, şəxsiyyət yönümlüdə əqli fəaliyyət var, amma fənn yönümlüdə bu fəaliyyət artıq arxa plana keçir. Şəxsiyyət yönümlüdə biliklərin həcmi, minimum biliklərin həcmi müəyyənləşdirilir, amma fənn yönümlülərdə biliklər çoxdur, material daha çoxdur. Şəxsiyyət yönümlüdə interaktiv məzmun daşıyır, amma fənn yönümlüdə daha çox praktik olmayan biliklər öyrədilir. Yəni əzbərçilikdir də, belə deyək, əzbərçilik. Məsələn, indi siz dərs keçərkən uşağa desəniz ki, ay bala gəl dərsi danış, kim dərsə hazırdır? Bu biləsiniz ki, bu qaldı ənənəvidə. Bu doğru üsul deyil. Şəxsiyyətin formalaşması üçün tələblər təbii ki, əsas götürülür, amma fənn yönümlüdə isə elm sahəsi, anlayışların mənimsədilməsi, yəni daha çox əzbərlənməli materiallar daha çox deməli bu yönümlüdür, fənn yönümlü kurikulum. Bizə lazımdır ki, uşaq nə öyrənirsə, onu tətbiq etsin. Şagird özü düşünsün, özü yaradıcı olsun, vərdişi olsun. Şagird tərifi öyrənir, amma onu məsələyə deməli tətbiq edə bilmir. Biliyi var, amma vərdişi yoxdur, bacarığı yoxdur, onu tətbiq edə bilmir. Aydındır müəllimlər? Sonra milli kurikulum dedi 2006-cı ildə qəbul olunub.
Fən kurikulumları 2007-ci ildə bu nədir müəllimlər? Fən kurikulumları deməli az öncə dedim ki, 2008-ci ildə tətbiq olunur. Yəni 2008-ci ildə artıq 1-ci sinif şagirdləri kurikulumlar ilə tədris aldılar. Fən kurikulumları məsələn bizim hər birimizin ixtisasımız var da, fizika fən kurikulumu, kimya fən kurikulumu, Azərbaycan dili fən kurikulumu. Hər bir fənnin deməli özünün kurikulumu var. Bunlar hamısı 2007-ci ildə deməli təsdiqlənibdir. Hər birini siz bu fən kurikulumunu PDF şəklində də əldə edə bilərsiniz. Google-da yazırsınız, tutalım ki, fizika fən kurikulumu, onun PDF-i çıxacaq, onu çıxartdırın, əlinizin altında bir sənəd olsun. Bu da sizin təhsil proqramınız. Hər bir fənnin özünün kurikulumu var və səviyyələr, siniflər üzrə nəticələr orada öz əksini tapmışdı fən kurikulumda. Məsəl üçün fizika fən kurikulumu yazırsınızsa, mən öz ixtisasıma uyğun deyirəm. Orada mən dərsi necə keçməliyəm, necə təşkil etməliyəm, hansı qiymətləndirməni aparmalıyam, orada öz əksini deməli tapıb. Sonra gəlin indi bir neçə anlayışla tanış olaq. Təhsil nədir müəllimlər? Bax biz təhsil prosesinin içərisindəyik, amma onun tərifini bilməyimiz daha yaxşıdır. Təhsil bir prosesdir. Orda bilik, bacarıq, dəyərlər, inanclar, vərdişlər qazanılır. Bu proses özü adlanır təhsil. Yəni təhsil bilik, bacarıq, dəyərləri, inancların, vərdişlərin qazanılmasının asanlaşdırılması bir prosesdir. Məsəl üçün, biz indi ali təhsilliyik, düzdür? Amma elə evdar xanımlar var ki, ali təhsili yoxdur, amma daim mütaliə edir, öz intellektini inkişaf etdirir, amma biz ona təhsilli deyə bilmirik. Nəyə görə? Çünki o kör-körənə oxuyur, amma biz təhsil almışıq, biz sistemləşdirilmiş bilik, bacarıq almışıq. O bilik və bacarıqlarımızın qazanılması asanlaşdırılıb məktəb vasitəsilə, universitet vasitəsilə. Bu proses özü adlanır təhsil. Bəs təlim nədir? Təlim də deməli şagirdlərin bax bu dəyərlərə, bilik, bacarıqlara yiyələndiyi pedaqoji prosesdir. Pedaqoji proses odur ki, yəni biz dərs mühiti təlimdir. Sizin keçdiyiniz 1:45 dəqiqə dərs, ona pedaqoji proses də deyə bilərik, ona təlim də deyə bilərik, ona biz deməli dərs də deyə bilərik. Yəni hansı ki, şagirdlər orada bilik, bacarıq, vərdiş və dəyərlərə yiyələnirlər. Tərbiyə, ən əsası tərbiyədir müəllimlər. Həqiqətən biz əgər yaxşı nəticələr əldə etməliyiksə, ilk öncə tərbiyəyə önəm verməliyik. Tərbiyə olduqda digər proseslər də deməli asan olur və faydalı olur. Tərbiyə odur ki, biz şagirdlərin şəxsiyyətini inkişaf etdirək, dünya görüşünü formalaşdıraq, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü peşəkar fəaliyyətdir. Bu peşəkar fəaliyyəti də kim həyata keçirir? Biz pedaqoqlar vasitəsilə həyata keçirdirik. Ona görə məktəb təlim, tərbiyə ocağıdır. Aydındır? İnteraktiv isə nə deməkdir? İnteraktiv qarşılıqlı əlaqə deməkdir. İnteraktiv sözünün mənasını bilirsiniz. Qarşılıqlı əlaqə, yəni müəllimlə şagird arasında qarşılıqlı əlaqə mövcuddur. Şagird öz fikrini rahat şəkildə deyə bilər, müəllim onu dinləməlidir. Diskussiya şəklində problemi həll etmək lazımdır. Yəni tək müəllim yönümlü deyil müasir dərslər. Şagird də informasiya mənbəyi ola bilər. Aha, dərsin ilk dərsimizdir. Deməli müəllimlər PDF-i göndərəcəm qrupa. İndi mən test göndərirəm, müəllimlər, test göndərirəm. O testi qayda qrupuna göndərirəm. Bir dəqiqə. Qayda qrupuna testi göndərirəm. Onu işləyin. 5 dənə situasiya tipli sualdır. Sonra cavablarını göndərəcəm. Qayda qrup, buradan çıxmırsınız, dəyərli müəllimlər, buradan çıxmırsınız. Aha, buradan çıxmırsınız. Telefonunuzda orada ortada yumru nöqtə var. Yumru belə işarə var. Onu basın, gedin qayda qrupumuza. Qayda qrupuna bir dənə test. Qayda qrupuna yox, elə link göndərdiyim qrupa göndərəcəm. Onu işləyin. Aha.
Göndərdim. Onu işləyim 5 dənə situasiya tipli sualdır. Sonra cavabları göndərəcəm. Sağ olun müəllimlər. Gecəniz xeyrə qalsın və